Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda fevralın 21-dən boz ay başlayır. Xəbər verilir ki, xalq təqviminə görə boz ay qış fəslinin son ayı hesab olunur və fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr qışdan yazın keçdiyini göstərir və havaların dəyişkənliyi ilə seçilir. Boz ay xalq arasında həm Alaçillə, həm Alaçolpa, Yazağızı, həm də Ağlar Gülər ayı adları ilə tanınır. Ənənəyə görə havalar tez-tez dəyişir, bir gün isti, səhərsi gün soyuq olur. Xalq arasında deyilir, boz ay bozara-bozara keçər. Boz ayın 4 çərşənbəsi, su, ot, yer və torpaq çərşənbələri Novruz bayramının gəlişini müjdələyir. Bu dövrdə el mərasimləri, kənd təsərrüfatı işləri və yazın gəlişi ilə bağlı ənənələr davam edir. Xalq təqviminə əsasən qış fəsli 3 mərhələdən ibarətdir. Böyük çillə dekabrın 20-sindən yanvarın 30-na dək 40 gün. Kiçik çillə yanvarın 31-dən fevralın 20-sinə dək 20 gün. Boz ay fevralın 21-dən martın 21-nə dək 30 gün. Beləliklə, boz ay qışın son sərt ayı və yazın ilk xəbərçisi hesab olunur.